Salam əzizləyicilər, Abşeron Oy Masazır qəsəbəsindən salam verir. Masazırda belə 6 qaraj sotaq evimiz yeni satışa çıxdı. Tam təmirli verilir, hazırda təmir işi gedir. 55.000 manata sənəd torpağının çıxarışı da Qoşadaşla inşa olunubdur. Marşrutda 100 metr məsafəsi var. A5 massivində yerləşir. 6 nömrəli məktəbə yaxın əzizləyicilər, 6 qaraj evdir. Qarajı əgər qaraj kimi istifadə etməsəz, aşağıda deməli otaq kimi istifadə eləsəz, 4 otaq ev alınır. Yəqin mətbəxdə də qarajı istifadə eləyə bilərsiniz. Əgər qaraj istifadə etmirsinizsə, əzizləyicilər, hazırda təmir gedir. Qaz, işıq, su, kommunallar, hər bir şey mövcuddur. Sayğacaqda qoyulub verilir. 55.000 manata. Yanında da 50.000-ə əlavə otağımız var. Yaxın adamlar sizə inşallah ala bilər. Qarajı da görürsünüz, evin həyətindən keçid var. Bu hissədə keçid var. Əzizləyicilər, 75 kvadrat yuxarısıdır. Deməli, qarajla bir yerdə hesablansa aşağıda da bir 60 kvadratlıq qarajımız var. Evin girişidir. Divar kağızları qalıb. Girəndə sağda mətbəxdir. Bura qonaq otağıdır əzizləyicilər. İkinci mərtəbə 75 kvadratdır. Şpaklyovka işi qutarandan sonra aboy vurulacaq. Yəni tələsin ki, divar kağızlarını, qapının, daxili qapıların və laminatlı rəngini, kafir metal rəngini özünüz seçə bilərsiniz. Bu isə sanitar qovşağıdır. Yataq otağı. Bu da üçüncü otaq, ikinci yataq otağı. Qiymət 55.000 manata nəğd satılır, tam təmirli olaraq əzizləyicilər. Deməli əzizləyicilər, kreditlə də, daxili kreditlə də bu evi götürə bilərsiniz. Kreditlə olsa 60.000-ə nəğd 55.000 manata tam təmirli olacaq, tam təmirli qiymətləri deyirəm. İlkin ödəniş 40.000 ödəsəz, aylıq ödəniş 1000 manat, ümumi 60.000 manata. Tam təmirli sizə təhvil verilir. Bir 20 günlük, 15-20 günlük işi var. Nömrəmiz 050 473 45 19. Xahiş edirəm, səhifəni daxil olub başqa evlərə də baxasınız. Abunə olun. Elanımızı da bəyənin, əziyyətimizi dəyərləndirin. Allah sizi qorusun. Başqa evlərimizdə nəqli kreditlə təmirli və təmirsiz evlərimiz var. Satışda torbalarımız da var. Nəqli kreditlə və satılası Masazır Noxan sarayda əmlakınız varsa müraciət edə bilərsiniz. Az yaşlı uşaqlar, xahiş edirəm, evə torbağa baxmağı göndərməyəsiniz və real alıcılar narahat eləsin, fikrini dəqiqləşdirsin, puluna görə, imkanına görə nə istəyirsə, dəqiq fikrini desin ki, biz köməklik eləyə bilək və biz də yollarda qalmayaq, vaxtımız getməsin, müştəriyə də köməklik eləyə bilək. Fikrini xahiş edirəm, müştərilərdən xahiş edirəm, fikrinizi dəqiq söyləyin. Yəni, imkanımız nəyə çatır, ona uyğun variantlar deyək və hansı yöndə, hansı kvadratda və sotda necə bir şey istəyirsinizsə, onu dəqiq deyin ki, biz də köməklik eləyə bilək. Yalandan vaxtımız və sizin vaxtınız getməsin. İzlədiyiniz üçün təşəkkürlər, sağ olun.